Həftəlik bürclər 9 iyundan 16 iyuna doğru dolça əkizlər, tərəzi bürclər, hava ünsürləri nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar bu həftə bir balaca belə deyim də qəfəsinizdən çıxmağa çalışacaqsınız, komplekslərinizdən çıxmağa çalışacaqsınız. Beyninizdə olan narahatçılıqlar nədirsə onları götür-qoy etməyə çalışacaqsınız ki, özünüzü yeni bir etapa aktivləşdirəsiniz. Bu həftə həddən artıq uşaq kimi olacaqsınız. O qədər diqqət istəyəcəksiniz, emosional olacaqsınız. Və bu həftə yarımçıq qalmış bütün işlərinizi sənəd üzərindən, pul maddiyyat üzərindən, ailə şəxsiyyət üzərindən nə narahatçılıqlarınız varsa bu həftə onların hamısını həll etməyə çalışacaqsınız. İşsiz olan dolçalar bu həftə işlə bağlı hərəkət etməz. İş, pul, maddiyyat yollarınızda bu həftə ciddi bir şəkildə aktivləşmələr edə bilərsiniz. Yerinizi dəyişə bilərsiniz, şəhər olaraq, ölkə olaraq bu riskləri ala bilərsiniz. Çünki bu həftə yer dəyişməklə bağlı bütün kanallar, bütün uğur aktiv vəziyyətdədir. Bir balaca qəfəsdə olmağınızı özünüzü psixoloji sıxıntıya sala bilərsiniz. Çünki bir müddət özünüzü dəstəksiz hiss edəcəksiniz, bir müddət özünüzü belə deyim də dəyərsiz hiss edə bilərsiniz və hər şeydən soyuma, hər şeydən belə deyim də inciliyinizi aktivləşdirə bilərsiniz. Buna icazə verməyin. Və mənim kimi burun boğaz kanalında belə deyim də qrip, soyuq dəymə ilə əlaqədar bir də böyrəklərinizdə bəzi narahatçılıqlar ola bilər. Bunlara ciddi bir şəkildə fikir verməz. Bu həftəni dəyərləndirsək, maddisal kanalınız açıqdır, amma hərəkətiniz zəifdir. Bunu sürətləndirsəz 69-70%-ə qədər həftənizi dolçalar uğurlu edə bilərsiniz. Əkizlərə gələndə isə əkizlər bu həftə belə deyim də öz taxt-tacınızda oturursunuz. Əla, çox gözəl. Yəni postunuzu heç kəsə vermirsiniz. Bu mənim taxtımdır, mən idarə edirəm, mənim söz haqqım var, mən hələ ki idarə edəcəyəm. Amma burada bəzi nüanslarda belə deyim, o qədər belə deyim, qəlbən hər şeyi düşünəcəksiniz. Bəzən məntiqinizi yaddan çıxaracaqsınız və bəzi oyunlara, bəzi yarımçıqlara düşə bilərsiniz. Əkizlər, pul maddiyyat baxımından tam belə deyim, ruzu ayağınızdadır. Bu həftə ruzlu həftədir. Sadəcə olaraq özünüz elə biraz hər şey pauzada saxlayıb gecikdirə bilərsiniz. Bu həftə zamanla mübarizə həftəsidir. Bu həftə hər şeyi sürətləndirməz. Bu həftə belə deyim də dayanmaq yox, tez-tez hərəkət edib özünüzü aktivləşdirməlisiniz. Zamanın tərkibində olan maddisal təkliflər, maddisal zaman doğru gözləmələr, borclar, kreditlər, bunların hamısını bağlamalısınız mütləq bir şəkildə. Ayın belə deyim də 11-nə qədər əlinizdə olan şanslar dəyərləndirin. Bəzi məlumatlar gələ bilər ayın 13-nə qədər ki, bu məlumatlar nəticəsində yenilənə bilər. Zaten ayın 11-də bizdə dolunay başlayır, yenilənmiş ay aktivləşir deyə. Bizdə özümüzdə də əkizlər yenilənmə sizə daha çox təsir eləyəcək. Əkizlər qadınları bu həftə daha uğurlusuz övlad baxımından, ürətmə, aktivləşmə, sağlamlığın güclənməsi, bədən dəyişmə, vizual dəyişmə baxımından çox uğurlu bir vəziyyətdəsiniz. Daxili təklifinizdən çıxa bilsəz əkizlər bu həftə 82%-ə qədər həftəniz uğurlu edə bilərsiniz. Çünki şans ayağınızdadır. Tərəzilərə gələndə həftənin ortalarında tərəzilər belə olacaqsınız, tamamlanmağa çalışacaqsınız, birləşməyə çalışacaqsınız. Sevgi, şəxsiyyət, ailə ilə bağlı sevdiyiniz insanlarla, valideyn, övlad, bunlarla tamamlanmağa, bütövlənməyə çalışacaqsınız, amma sanki tam bütövlənə bilməyəcəksiniz. Şansınızı və addımlarınızı elə bir addım geridə çəkəcəksiniz. Amma buna baxmayaraq bu həftə manipulyasiya həftəsidir. Yəni məntiqinizi, danışığınızı idarə edərək insanları ələ almalısınız. Yəni ağzınızdan çıxan səs dalğaları sizi mühitə, ətrafa, şansa, uğura, insanlara doğru aktivləşdirəcək. Həftənin sonlarına doğru kapitan siz olacaqsınız. Zamanı, hər kəsi, hər şeyi idarə etməyə bacarığına keçəcəksiniz. Yəni bu həftə biraz negativ başlayıb pozitivə doğru böyümə, çiçəklənmə bir həftəsinə keçəcəksiniz. Ən çox da tərəzi qadınları bu həftə yatmağa fikir verin, dincəlməyə, bədənin yorğunluğu, bədənin yarımçığlığını düzəltməlisiniz. Transformasiya həftəsidir, yəni sıfırlanıram. Birdən böyüyürəm. Sanki bu həftə belə yenilənməyə doğru keçə bilərsiniz. Bundan istifadə edəsiniz, həftənizi 86%-ə qədər tərəzilər dəyişimə hazır olun. İnkişaf etmək zamanıdır. Dəyişimə keçə bilərsiniz. Sadəcə bir balaca ehtiyatlı olun, belə deyim də, oynaq və sümüklə əlaqədar bu həftə narahatçılıqlarınız ola bilər. Onların qabağını ala bilsəz, həftənizi ümumən uğurlu edə bilərsiniz.